texniki spesifikasiyalar, texniki məlumatlar tam verilməlidir. Yəni, bu məhsul hansı texniki parametrləri özündə əks etdirməlidir, o yazılmalıdır. Funksional spesifikasiya desə, bu məhsuldan gözləntimiz nədir? Bu məhsul nə eləməlidir? Hansı funksionallığa sahib olmalıdır? Və printer nümunəsini göstəririk. Bir clear, aydın yazılmalı spesifikasiya, yəni başa düşülən olmalıdır ki, hansı məhsul istənilir. Complete, tam şəkildə yazılmalıdır. Hər hansı bir məlumat, məsələn, enin uzunluğunu yazıb, hündürlüyünü yazmayıbsa, bu tam deyil. Diametri yazmayıbsa, bu tam deyil. Bu məhsula görə dəyişə bilər. Mümkün qədər qısa və konkret olmalıdır. Yəni, necə qısa konkret? Lazımından çox geniş yazılmalı. Lazımı qədər qısa və lazımı qədər əhatəli. Artıq məlumatlar bəzən yanlış yerə yönləndirir satın almasına. Bu spesifikasiyanı yazan tərəfdə bizim sifarişçilər də, requestlər, onlar bu qaydada yazmalıdır. Belə nəzərdə tutar. Uyğun ziddiyyətsiz, yəni belə deyək də, yazılan məlumatlarla, məsələn, uzunluq, en və hündürlük bir-birinə uyğun olmalıdır. Nəticədə əndirəvadi bir şey çıxmamalıdır ortaya. Yəni, turbadır məsələn sifariş, bunun diametrini mütləq bilməliyik, iç diametrini. Qalanlığını mütləq bilməliyik, uzunluğunu mütləq bilməliyik, materialını mütləq bilməliyik, ən azı. Harada istifadə olunacaq mütləq bilməliyik. Torpağın altından gedəcək, yoxsa yer üstü buradan daha hündür səthdə gedəcək. Yəni, bunlar hamısı datadır, məlumatdır. Bunlar spesifikasiya sənədində öz əksini tapmalıdır. Düzgün olmalıdır. Ən sadə məsələ, yəni verilən məlumatlar düzgün verilməlidir ki, satın almasını yanlış yönləndirməsin. 7C versiyasında isə əlavə bilgilər olur və compliant, yəni standartlara uyğun, əgər bizdə bəlli bir standartlarla işləyirsə, nə bilim, ISO 9001, ISO 14001 və s. həmin standartlara uyğun tərtib olunmalıdır. Bir də var, checkable measurable, yoxlanıla bilən, ölçülə bilən. Yəni, yazılan məlumatlar, verilən məlumatlar ölçülə bilən, yoxlanıla bilən olmalıdır. Bunun üçün ya nümunə istəyə bilərik, ya belə bir məhsulun olub-olmadığını araşdıra bilərik. Yazılan spesifikasiyada məlum olur ki, bu yoxdur belə bir məhsul və olub artıq istehsalı dayanır. Bu ölçülə bilən bir şey deyil, yoxlanıla bilən bir şey deyil, çünki yoxdur. Nümunə əsasında verək, məsələn, split tipli kondisioner olmalıdır. Tələb verib bunu ki, yəni belə bir kondisioner, kaset tipli yox, split tipli bir kondisioner istəyirik. Complete, soyutma gücü minimum 24.000 BTU olmalıdır. İstilik funksiyası da olmalıdır, yəni yalnız soyutma verməməlidir. İstifadə sayısı 40-50 metr kvadrat ofis otağımız. Baxın, burada hər şey tam şəkildə yazılı aşağı yuxarı. Sonra, concise, qısa və konkret, enerji sinifi A və ya daha yüksək, səs səviyyəsi maksimum 40 desibel. Yəni, çox səs eləməməlidir və enerji sərfiyyatı da çox olmamalı. A klass ən aşağı ekonom sinif enerji sərfiyyatı ilə kondisionerlər. Consistent, uyğun və ziddiyyətsiz. Bütün göstəricilər eyni modelə aid olmalıdır. Məsələn, bir yerdə 18.000, digər yerdə 24.000 yazılmalıdır. Sənəddə vahid statistik olmalıdır ki, güc, soyutma gücü minimum 24.000 bitiyor. Və 18.000, 24.000 o düzgün spesifikasiyadır. Ya 18.000 olmalı, ya 24.000. Konkret düzgün, istilik və soyutma rejimləri real bazar texnologiyasına uyğun. Yəni, mənə tutalım ki, konverter tipli istəyə bilər və yaxud, indi bilmirəm, müasir standartlarda nə varsa o belə bir şey. Uçan kondisioner hər kəsi gəlib ayrılıqda soyudan kondisioner istəyə bilməzdir məndən. Çünki yoxdur belə bir şey. Yəni, düzgün və konkret, mümkün olmayan tələblər istənilməlidir. Compliant-da, məsələn, kondisioner sayəsində ISO-nun müvafiq standartlaşması və CA deyə sertifikatı istəyə bilərsiniz ki, yəni bu standartlara uyğun bir kondisioner istəyirsiniz. Bu belə. Checkable measurable, yəni təchizatçının texniki pasportu təqdim eləməlidir. Orada konkret BTU, bu güc göstərilməlidir ki, bu həqiqətən 24.000 BTU-dur. Enerji sinifi və səs səviyyəsi də, məsələn, burada yazılıbsa 40 desibel, o pasport sənədində də 40 desibel göstərilməlidir.
həmçinin enerji sinfi. A klass, B klass, C klass hansıdırsa o da göstərilməlidir ki, mən bu parametrləri bu sənəddən yoxlayıb ölçərəm. Və əmin olun ki, mən bu istədiyim parametrlər məhsulun pasportunda öz əksini tapır. Bu şəkildə ya bunun şəklini sizə göndərə bilər, ya PDF şəklində göndərə bilər sizə tədarüz. Yəni bu sənədləri o malı satan şirkət təmin edə bilər. Yanlış spesifikasiyalarında da bunlar baş verir. Bu adamın ayaq razmeri düzgün ölçülməyib deyə yanlış razmer gəlib ayağına balacadır. Bu birisi də 3XL giyinir, götürüb el razmer kostyum verirlər. Olmayanlar bu birisi də S razmer giyinir, buna XL veriblər. Bunu da əlinə verir. Eləcə də bu korporativ gündəlik alışlarımızda da keçəlir. Ona görə məlumatlar dəqiqləşdirilməli. Hətta var. Hər millətin həm müsbət, həm də mənfi tərəfləri var. Amma yəni sonucda yenə gəlir insan faktoruna. Yəni insanlarla münasibət qurarkən çalışıb bu münasibəti təkcə elə qiymət üzərindən, alış-veriş üzərindən yox, həm də bir dəyər də yaratmaq lazımdır ki, bu uzun müddətli partnerluğa, əməkdaşlığa çevrilsin. Əks halda bu bir alış-verişdən başqa bir şey deyil. Artıq müəyyən bir dəyərlər formalaşanda, ortaq dəyərlər ki, onlar da hörmət edir, biz də və bunun əsasında bizim uzun müddətli partnerluğumuz var. O da bizə qiymətdə müəyyən güzəştlər edir, çatdırılma şərtlərində müəyyən güzəştlər edir, bizə yaxşı bir kredit xətti açır ki, məsələn 100 minə qədər mən sən kredit xətti açmışam, 100 mindən sonra mənim başlayır dəyişmə eləməyə. Və yaxud yaxşı bir nisyə vadəli şərt verir, 60 günlük, 90 günlük. Yəni bu müəyyən artıq dəyərlər, partnerluq formalaşandan sonra yaranan bir şey ki, qarşılıqlı inam yaranır və yalnız ondan sonra şirkətlər başlayır bir-birinə inanmağa, güvənməyə və bəzi kompromislərə getməyə. Xarici bazarlarda fəaliyyət göstərməsə nisbətən daha çətindir, çünki beynəlxalq qəbul olunmuş standartlar var. Deyək ki, bu inkatern şirkətlərdir, hər bir ölkənin qanunvericiliyidir, hər bir ölkənin üzv olduğu beynəlxalq konvensiyalar, beynəlxalq layihələr, beynəlxalq birliklər, təşkilatlar və s. Yəni, bunlardan yola çıxan müəyyən tələblər var ki, biz beynəlxalq əməkdaşlıq zamanı onları qorumalıyıq və onlara o qaydaları pozulmalıyıq. Potensial şirkətləri necə tapa bilərik bazarda? Yeni gəlmişik, təcrübəmiz çox azdır, bilmirik haradan, necə başlayaq. Bizim bazarda ən çox işləyən metodlardan biri tövsiyələr, rekomendasiya. Məsələn, Action Oil Gas sahəsində işləyir, neft sektorunda bir şirkətdə işləyir. Mən də başqa bir neft sektoruna yeni gəlmişəm. Araşdırıram, istədiyim şirkətləri tapa bilmirəm. Yəni, bir şəkildə o uyğun şirkətə gelib çıxar bilmirəm. Zəng edirəm Akşinə, deyirəm, zəhmət olmasa Akşin, mənə sizin oil qazda tutalım hər hansı bir ehtiyat hissə, xırdavat alışı elədiyiniz tədarükçülərin əlaqələridir. O sizə birbaşa hətta WhatsApp üzərindən nömrə göndərir, kontakt, birinci ələ birbaşa çıxırsınız. Və yaxud, Aynur xanım istehsalat sahəsindədir, siz də yeni gəlmiş istehsalat, sizə etiket lazımdır. Və yaxud butulka lazımdır, tetrapak lazımdır. Çıxırsınız ona, əlaqə var, bir kontakt var, o sizə artıq direkt həmin şirkətin məlumatlarını göndərir. Bunlar hamısı tövsiyə və rekomendasiyadır, bizim bazarda çox işləyir. Hətta məsələn, bundan qabaqçı qruplar, sizin kimi təlim iştirakçıları, baxıram ki, qrupda yazışırlar. Məsələn, sən filan sayıda bir dənə nömrə verdən məndən ehtiyat sağlayır. Mən də demişəm ki, bir-birinizlə danışın, artıq son momentdə mənə çıxın ki, bizə filan məhsul lazımdır, kimdən ala bilərik. İndi mən də təbii ki, bütün bazara bilmirəm, mən də bilmədiyim şeylər var, amma mən də artıq təcrübəmdən bir daha öncə əməkdaşlıq elədiyim bu sahədə şirkətlər varsa, mən bunu tövsiyə edəcəm. Bu çox əhəmlidir. Tövsiyə rekomendasiya çox işləyə modeldir və sizi birbaşa həmin şirkətin səlahiyyətli nümayəndəsinə çıxarda bilir. Kataloqlar. İnternetdə müxtəlif kataloqlar var. Navigator az var, kompas az var, biznes az var.
Bunlara çıxanda burada mənfi cəhət oldu ki, ora ümumi bir nömrə yazılır bəzən və yaxud mail yazılır. O mail işləmir bir çox hallarda. 012 ilə nömrə yazırlar, zəng girisinə heç kim cavab vermir. Yəni nömrə qoyublar, bu nömrəyə zəng çatmır və yaxud nömrə təyin olunmuyor kimi bir məlumatlar gəlir. Ona görə bu bizə çox kömək olur deyə bilmərəm. Amma müəyyən bazı məlumat, bəlkə də elə bir məlumata çıxarsın ki, hə, elə satış menecərinin nömrəsini qoydular, o da ola bilər. Sonra nə var? Ticarət assosiasiyaları var. Müxtəlif ticarət birlikləri olur ki, məsələn bizdə bilmirəm, eşitmişsiniz ya yox, Mansol var, Kaspiyan qrup var, Kaspiyan Biznes Qrup belə tipli bir Networking Azərbaycan az var. Bunlar elə bir neçə şirkətlər bu networking platformalarına üzv olur. Bunlar artıq orada məsələn təlim şirkəti də olur, mühasibatlıq şirkəti də olur, ehtiyat hissə satan şirkət də olur. Bunlar artıq orada bir-birini tanıdığına görə biri digərindən mal alış-verişi eləyə bilir. İstənilən də spesial şirkətlər də ola bilər, qida qatıqları satan şirkətlər, qida istehsal edən şirkətlər. Bunlar hər biri başlayırlar bir-birinə orada birbaşa kontakt yaradıb hər hansı bir alış-veriş edir. Sonra biznes məsləhətləri, müəyyən konsultantlar var ki, bazar araşdırması üzrə və yaxud bir deyək ki, uzun müddətli bazarda da artıq yaxşı tanıyır bazarda. Məsələn, mən kimi, məndən soruşursunuz ki, müəllim, bizə bu istiqamətdə hansısa dəstək lazımdır. Biz üçün bir bazar araşdırması ilə məhsulları verir. Və yaxud sizin portfolyozda daha öncə filan istiqamət üzrə çalışdığınız şirkətlər varsa, onları bizə tövsiyə edin. Metodlardan biri sərgilər. Satın almacılar mütləq şəkildə, periodik olaraq sərgilərə qatılmalıdır. Öz sahəniz üzrə sərgilərə təbii ki. Məsələn, siz istehsalat şirkətindəsiniz, sənaye yönümlü, qablaşdırma sərgiləri olur, ehtiyat hissələrlə bağlı, inşaat sərgiləri olur, sənaye sərgiləri olur. Onlara qoşulmaq lazımdır. İstər yerli, istər xarici.